Salam, hər vaxtınız xeyir dostlar. Biz yine yollardayıq, gedirik. Bu dəfə gedirik Neftçalaya. Neftçalada bir balıq festivalı varmış. Üstəlik həm uzun yol eləyək, həm biraz havanı dəysin, həm də yaxşı balıq yeyək əlbəttə. Saat 07:26, yəni 8-in yarısı demək olar. Tam şarj etmədim. 90% şarj etmişdim. İndi 88% şarjımız qalıb. Yolda əslində bir çox yerdə şarj stansiyası var. Yəni Səlyan tərəfə, yəni Neftçala tərəfə çoxdur. Yəni demək olar ki, şarj stansiyası dəhşət çoxdur. Yəni biz də təxmini mən də vurmuşam 120 km sonra Ayvoltun yol üstündə bir şarj stansiyası var. Orada şarj eləyəcəyik, həm də bir oturub bir kofe içərik, bir yemək yeyərik. Belə hələlik yola çıxdıq, yəni ara bir mən sizə onsuz da bəzi məlumatlar da verirəm. Görək başımıza nə gəlir, görüşərik. Salam dostlar, biz artıq yol üstü Səlyandayıq. Bura kimi təxmini 2 saata gəlmişik. Çox şəhər içində çox tıxac var idi. Bura gəlincəyə kimi təxmini 127 km yol sürmüşəm və şarjımız da 57% qalıb. Yəni evdən də 90%-dən çıxmışdıq, amma heç diqqət etmədim və hava da soyuqdur. Ortalamada 16.5 kW istifadə eləmişik 100 kilometrə. İndi burada məntəqənin üstündə Ayvoltun bir şarj aparatı var, təxmini 60 kW'dır. Biz həm bir kofe içəcəyik, həm də bir istirahət eləmək istəyirik. Ona görə 60 kW fonuna bəs edir. Yəni təxmini 15-20 dəqiqəlik bir istirahətimiz olacaq. Ona görə 60 kW yaxşıdır. Artıq şarja qoyaq və buradan sonra da təxmini olaraq 1 saatlıq yolumuz var. Balıq festivalı üçün. Gedək balıq yemək üçün. Demək şarja başlayaq. Əlavə məlumat olsa sizə verəcəm. Sağ ol. Və artıq şarjımızı elədik. Təxmini 15 dəqiqəlik bir şarj oldu. Şarj prosesi oldu. 5 manatda ödəniş oldu. Düzdür, dediyim kimi Ayvolt proqramında mənim promo kodum var. Pulsuz elədik şarjı. Evdə də 90% kimi dolumu. Yenə də ən yüksək tarifini hesabı 7 manat 50 qəpik hesablayaq. Yəni gedəcəyimiz yerdə 1 saatlıq yol qalıb, 74 kilometrdir. Belə gedirik. Və bir məsələ haqqında danışmaq istəyirəm. Bir nəfər məndən soruşmuşdu. Kanalın adı Talkbox-dur. Kanalın adı haqqında mən məlumat vermək istəyirəm. Yol biraz qəribədir burada. Kanalın adı fikir verirsə Talkbox-dur. Yəni Talk burada box bilirsinizdən ingilisində qutu deməkdir. Talk da yəni tok qutusu. Əslində yəni yenə bu avtomobil tok qutusu da demək olar. Yəni kabel yığınıdır. Bir dənə kilometrlərlə kabel yığıblar bir yerə, balaca bir motor, bir dənə böyük bateriya qoyub, elektrik. Bir də 3-4 dənə də monitor qoyublar. Əlbəttə elektrikli avtomobil olur. Talkbox həm tok qutusu deməkdir, həm də tok və box. Box sözü bizim də bildiyimiz kimi box, idman növü olan. Yəni mən professional dərəcədə boksçuyam, professional boksçuyam. Yəni kanalda bəzi videolar olacaq ki, boks haqqında. Çünki dekabrın 18-i, yəni 2 həftə təxmini olaraq 2 həftədən sonra bizim xaricdə bir döyüşümüz olacaq. Çox böyük bir döyüş olacaq. Yəni Budapeştdə. Yenə də bu kanalda yayınlayacağım onu. Yəni boksa aid də bəzən yarışlarda, döyüşlərdə olacağım. Yəni boksa aid də videolar olacaq. Yəni süper olacaq və ən əsaslı odur ki, bu yayda mənim o qədər böyük bir planım var ki, yəni bunu düzdür demək istəmirəm hələ nədir. Çünki hələ planlamalar gedir. Yəni Azərbaycan tarixində demək olar ki, görülməmiş qədər böyükdə bir uzaq yol videosu olacaq. Yəni bunun da üstündə dediyim kimi hələ planlamalar gedir. Amma dediyim kimi ona görə demirəm ki, hələ ki iş üstündəyik də, başa düşürsünüz yəqin ki.
Yəni hələ ki planımız budur. Bu günlük gedib Neftçalaya gedib gələcəyik. Daha sonra dekabrda böyük bir dediyim kimi döyüşü çəkəcəm və onda videolar olacaq, super olacaq. Yəni o videonu görəcəksiniz. Videodan əlavə yəni elə hadisələr də super olacaq. Yəni gedib yenidə Azərbaycan bayrağını qaldıracağıq orada. Və bir də avtomobil haqqında, maşın haqqında soruşanlar olur. Maşında demək olar ki, yəni modelini soruşurlar, bəzən bateriyasını soruşurlar. Mən əslində avtomobil icmalını çəkmək istəyirəm. Amma bu arada dediyim kimi yarış döyüşüm var deyə çox məşqlərdə oluram, yəni vaxt eləyə bilmirəm. Ona görə yəni yaxşı çəkmək istəyirəm. Yəni bir şey eləyirəmsə niyə yüngülvari eləmək istəmirəm. Biraz da həm də məlumat toplayıram. Bilirsiniz də yeniyəm onsuz da bu kanalda da yeniyəm, kanal da yenidir. Mən də yeniyəm YouTube'da. Biraz da məlumat toplayıram. Yəni necə çəkmək olar, daha çox hansı hissələri, hansı tərəfləri ön plana çəkmək olar, vurulamaq olar. Yəni həm öyrənirəm, həm də dediyim kimi biraz vaxtım olmur. Yəqin ki, amma bu yaxınlarda ən qısa müddətdə çəkməyə çalışıram avtomobil icmalını. Sadəcə adını deyə bilərəm ki, Leap Motor C16 gedir. Tam elektrikli versiyası və bu modelin bu versiyasından bütün Qafqazda sadəcə bir ədəddir. Yəni onu da niyə mən almışam? Çünki 4 ay yarım təxmini olaraq, cibimdə 1 manat olmasa 4 ay yarım mən bütün demək dünyanın hər bir saytlarında, hər bir bazarlarını, Amerika bazarı olsun, Meksika bazarı olsun, Avropa bazarı olsun, Asya bazarı olsun və yaxud da Çin bazarı olsun. Bütün 4 ay boyunca axtardım, araşdırdım, avtomobil araşdırdım. Yəni mənə uyğun gələn budur. Necə deyim, həm ailəvi olur, həm ailəvi avtomobildir. Çünki bilirsiniz də bir qızım da var, onun da yeri rahat olsun, yeri geniş olsun. Həm də yəni nə böyük kimi böyükdür, nə kiçik kimi kiçikdir. 4.9 metrdir. Yəni böyük avtomobillər, D sinifi avtomobillər 5.2-dən başlayır, 5 metrdən yuxarı gedir. Bu D segmenti ilə C segmentinin ortası olduğu üçün mənə əl verir də, yəni tam içi olar, həm 6 nəfərlikdir, bəzən 7 nəfər də ola bilir. Həm də necə deyim, kiçikdir, yəni bəzən şəhərdə bəzi yerlər olur ki, parkinglər olur ki, ora park edə bilirik. Hələ yəni dediyim kimi, ona görə avtomobil haqqında çox ətraflı icmal çəkəcəm yaxın zamanda. İndirik gedək, yolumuzu gedirik. 55 dəqiqəlik yolumuz qalıb. Orada da yaxşı videolar çəkəcəm sizə. Sağ olun. Artıq Neftçaladayıq. Burada balıq festivalına dediyim kimi gəlmişik. Çox adam var, yəni düşündüyümdən qat-qat çox insan var. Burada balıqlar var. Hər cür insan var. Yəni dediyim kimi heç düşünmürdüm bu qədər çox insan olacağını. Hələ yeni gəlmişik, bizdə maraqlı şeylər olsa sizə göstərəcəm. Burada çox maraqlı balıqlar var. Balığın adı nədir? Bunlar. Hamısı da, hamısı da. Sivruga. Hə. Bölge balığı. Bölge balığı. Balada Stella balığı. Hə, o. Maraqlı. Bir də ilk öncə onu deyim ki, ola bilər ki, mikrofonun keyfiyyəti çox yaxşı olmasın, çünki yeni başlamışam. Yəni aldığım mikrofon da keyfiyyətli mikrofon deyil, 20-30 manat mikrofondur. Yəni gələcəkdə amma bunu biləyim ki, dəyişəcəm. Mənim özümün xoşuna gəlmir, yəni mikrofon keyfiyyəti. Gələcəkdə amma dediyim, onu mikrofon dəyişəcəm. Biləsiniz. Burada da retro avtomobillərin qoyublar bura. Maraqlıdır. Hər birinin başqa rəngləri var. Yəni ümumiyyətlə toydan çıxıb gəlib maşın. Əvvəlki vaxtlar yadıma düşdü. Kənd
vaxtlarındakı. Bu deyəsən öyrü daşıyan maşındır. Bilmirəm niyə başına verir. Yəqin ki öylədir. Digər tərəfdə də var. Maraqlı rəngləri var həqiqətən. Sən indi maşınlarına avtomobilləri ancaq boz, ağ, qara bunlar olur. Amma əvvəlin avtomobillər çox rəhlidir, yəni maraqlı görsən həqiqətən də. Düzdür, retro avtomobillə heç vaxt marağım olmayıb. Bir Chevrolet'lə Mustang'dan başqa, yəni 70'lərin, 60'ların maraqlı rənglər var həqiqətən də. Burada da bir dənə interesant maşın. Burada da belə gəzintiler var. Kür çayının üstüdür. Kür çayı ya Araz çayı bilmirəm. Amma böyük ehtimal Kür çayıdır. Çox böyükdür. Düzdür. Yani gençler burada kano sürür. Çok xeyirli bir idman evi. Burada dayılar Şaşki, Şahmat, Nərd hamısını oynayırlar. Burada maraqlı çaylar var deyəsən. Lənkərandan gələn çaylar. Bunlar Bakıda tapmaq olmur, amma ancaq rayonlarda görmək. Maraqlıdır. Burada da uşaqların əl işləridir böyük ehtimal. Sən əl işin var burada? Hansıdır? Oo, nə qəşəng. Sən çəkirsən? Nə qəşəng. Maraqlı əl işləri var. Hamısı da balıqla bağlı. Dənizlə, okeanla bağlı. Burada da maraqlı əl işləri var. Əsl balıymış hamısı. Böyle qurudublar. Bunlar da suyun içində saxlayacaq. Sümü mayenin içində. Bunlar da yəqin o vaxt köhnə ikraları, qabları. Burada bir maraqlı bir şey gördüm. Sağ olun. Bu nədir? Manat. Ya nədir bu? Kompotdur. Hanım meyve orada var. Yo istəmirəm, sağ ol. Sadəcə soruşuram. Kivi mürəbbəsi var. Video üçün çalışıram. Heç Bakıdan. Unpacking videosu edebilirsiniz bu arada. Ya sadəcə çəkirəm, maraqlı bir şey olsun. Ya influencer deyil, sadəcə özüm YouTube'un özüm üçün. Çox sağ ol. Evet, yaxşı. Yaxındır elə. Çox sağ ol. Bu avtomobili tanıyıram, yəni bir çox videosunu görmüşəm, maraqlı videoları var. O da gəlib burada sərgisini açıb. Yəni karavan içində o qədər insan var ki. Amma sadəcə gördüm, göstərmək istədim, yəni o da buradadır. Kimdir bilmirəm, dəqiq. Sadəcə videolarını çox görürəm. Maraqlı. Burada maraqlı bir yemək stendi var idi, çəkə bilmədim. Vallahi o qədər xalalar var ki burada. O qədər elə bir video çəkirlər ki, video paylaşmaq istəyirlər. Axşam WhatsApp durumlarında qoyacaqlar. Ay qız bura gəlmişik. Mən yəni digər qonşularına, digərlərin qohumlarına biraz gedəlmək istəyəcəklər. Halallar konkret olaraq qoyulmur hisslər çəkməyə. Baxın yəni. Görək, nə olur. Amma əlimdə bir telefon alıb video çəkir. Düzdür, biri də mənəm, amma mən fərqli bir şey üçün çəkirəm. Hansıydı qədər? Norveç salmon Belba yeri. Ya şansı isə. Bundan bir dənə bizə bir parça zəhmət olmasa. Bu neçədir? Bu neçədir? 3 ton manat. 3 ton manat, hepsi. Okey. Bir restoran yerində axır boş yer tapdıq, bir şeylər yeyə bilərik inşallah. Aslında onlar elə bir şey. Deməli artıq bir dənə belə sendviç aldıq. Yəni videoda görsənmədi. Bir də dediyimiz balığı. Yəni birinci sendviçin dadına baxmaq istəyirəm.
Belə maraqlı bir şey demişdi. Əsas maraqlıdır. Maraqlı dadı var. Balığın dadı tam olaraq gəlir. Yine bizim isti yeməyimiz olan bu salmon balığıdır. Bu daha maraqlı görsənir. Bu çox da maraqlıdır. Bunları yiyək, sonra baxın nə edir. Burada bazar kimi düzəldiblər. Əşya sisteminin atıb fərqli şeylər satırlar. Yəqin ki bunlar zeytin turşulardır ya da zeytin özüdür. Neçə illər idi mən bazara girmirdim. Burada ördəklər, qazlar, toyuqlar belə satırlar. Kəlbəzər balını ilk növbədə kəlləbəzər balı oxudum, sonra düzəltdim. Kəlləbəzər balı. Bu standart bazardır, bazar kimidir yəni. Mən illərdir bazara girməm. Bir tərəfdən Natiqin bazarı deyilən bir yer var, sərgəli bir yer. İllərdir oradan alırıq belə şeyləri. Məncə əla addımdır. Yəni belə tədbirlərin olması həm burada iştirak edənlər üçün mənim üçün maraqlıdır gəlibdir. Həm də insanlar burada bir şeylər sataraq az da olsa bir şeylər qazanırlar. Yəni maraqlı bir şeydir. Həm də tanıdırlar öz yerlərini, öz coğrafiyalarını. Burada motosikletlər qoyublar. Heç bilmirəm modellər, deyəsən köhnədirlər. Yəni maraqlı olması hər şey qoyulub. Burada da belə yəqin balıq tutmaq üçün istifadə olunan balaca. Bunları mən deyilib bilmirəm. Balaca var. Mərkəzidir. Burada traktorlar var. Balıq festivalında traktorlar maraqlıdır. Bəzən traktorla da balıq tutma olurmuş. Bunu öyrətmişim. Burada da konsert proqramı. Burada canlı balıqlar var. Yəqin satılır da ya, yeyilmək üçün öyrətmək. Heç adlarını yazmıyor. Mən də balıqdan çox başım çıxmadığı üçün ya bilmirəm amma çeki balığı bunlar da yəqin yeyilmək üçün olar. Çünki sazan üçün mütləq yeyilmək üçün. Amma bəlkə də kiçik, yəni bunu alıb biraz da böyütmək lazımdır. Burada da pırlı balıqlar var. Burada en maraqlı balıqlar çıxırlar, hava alırlar diye. Bu başqa cür balıqdır. Ümumiyyətlə, ancaq bunlar çıxır, hava alır. Bu, soğuk. Çox maraqlı balıqlar həqiqətən. Yəni görünüşləri də çox gözəl görsənir. Burada da digər. Bu akvaryum balıqlarına oxşuyur. Koi balığı. Koi balığı. Buna da az öncə göstərdiklərimi oxşuyurlar. İşte ayrı-ayrı şeylərdən, yəni mən bilmədiyim üçün
Və artıq gəzintini bitirdik demək olar. Yəni maşına tərəf gedirik. Maraqlı idi. Necə deyim? Gəldi biraz havamız dəyişildi bizim də. Təxmini 50 dəqiqə, 1 saat olar. Yəni düşünmək olar ki, bu qədər yola 1 saat gəldi. Amma maraqlı dediyim kimi. Bu gün də istirahət gündür. Yəni bu gün məşq yox idi. Biraz belə gəzinti elədik, bitirdik. İndi qayıdırıq Bakıya. Yəni evə qayıdırıq. Bir dənə ələt yol üstü, ələtdə saxlayıb biraz şarja qoyacağıq. Həm də şəhərdə tat yaranması, hava altı olmamış şəhərə çatmaq istəyirəm. Ona görə biraz tez çıxmaq istəyirik. Dediyim kimi, yolda da əlavə məlumat olsa sevəcəm. Sağ olun. Və çıxırdım, bunu görmək, göstərmək istədim. Yəni, maşınlar yığıblar belə. Yəni, Maybaxa yığıblar. Maybaxın həqiqətən xəbər olsaydı ki, adından bu cür istifadə edirlər. Məncə adını dəyişərdi. Yəni, eləyiblər, amma çox keyfiyyətsiz eləyiblər. Yəni, keyfiyyətli yeni yerlər də var, amma çox keyfiyyətsiz eləyiblər. Keyif. Salam dostlar. İndi isə yol üstü ələtdəyik. Burada TOK az şirkətinin stansiyası var, 90 kW. Evə əslində 99 km qalır. Bizim də məsafəmiz 136 km. Yəni tam olaraq çatar, çox rahat çatar. Sadəcə həm necə deyim, həm onsuz da burada düşməliyik, bir kofe almaq istəyirdim. Yəni maksimum 5 dəqiqəlik, 5-10 dəqiqəlik şarja qoyacağam. Həm də tam rahat da ya arxaya gedə bilək deyə. Dediyim kimi də, yəni Neftçaladan çıxandan heç düşməmişik, düşüb bir hava almaq istəyirik. 5-10 dəqiqəlik şarjda bizə tam olaraq bəs edir. Şarjın nə qədər tutduğunu mən sizə deyərəm. Yola çıxan zaman neçə dəqiqə şarj etdiyimizi deyərəm. Aparat da göstərim. Aparat buradadır. Yəni yenə boşdur. Onsuz bir çox yerdə boş olur. Yəni rahatdır bir baxımdan, heç vaxt narahat olmayın. Yolda qalmayın. Yəni burada olmasa 20-30 km o tərəfdə başqası var. Bundan öncə də 2 dənəsi də var idi ayrı-ayrı yerlərdə. Bir çox Azpetron yalnız doldurma məntəqələrində də var. Onlar görsənmir, amma bir çoxunu da görmək olur. Yəni bundan sonra 2-3 dənə də şarj stansiyası da var. Yəni çox rahatlıqla gəlib getmək olur. Yəni şarj etməsəydim belə getmək olardı. Amma dedim ki 5-10 dəqiqəlik sadəcə bir kofe alıncaya qədər yığsa bəs eləyə biləcəm. Şarjına nə qədər tutduğunu sizə deyəcəm. Kofemizi alıb gəldik. 8 dəqiqə 30 saniyə çəkdi. Adasa 1,80 qəpiklik şarj elədik. Tam bəs eləyirdi, yəni ehtiyac yoxdur. İndi sonlandırıb gedəcəyik. Bu qədər. Evdə də son nə qədər yolda ümumi xərc çəkdi və yaxud da nə qədər yolda xərc çəkdi, bunları sonda deyərəm sizə. Biz artıq gəlib çatdıq. Maşında yadımdan çıxdı çəkmək. Ona görə gəldim. İndi Atamgildəyik, yəni Razindəyik. Buradan da bizim evə 17 km məsafə var. Bura gələndə 100 km məsafəmiz qalırdı. Yəni 100 km şarjımız qalır. Avtomobili saxlamışam burada. Belə 410 km yol getdik. 1 manat 90 qəpik bir, 5 manatlıq bir, evdə də 7 manatlıq şarj eləmişəm. Yəni heç 10 manata gəlib çatır. 14 manat, təxmini 14 manata yaxın bir 14 manata yaxın bir şeylə enerji ilə biz 410 km yol gedib gəldik. Yəni yolda da həm istilik də açıq idi, həm də heç fikir vermədim. Yəni ekonom sürməyə fikir vermədim. Yəni yaxşıdır demək olar. Çox rahat gedib gəldik. Avtomobildə adaptiv cruise control var. Yəni o bəzən çox onda sürməyi xoşlamıram, amma bəzən düz yolda və yəni xəttlərin də təmiz olduğu bir yolda ondan sürürəm. Yəni özüm bir çay içəndə və ya kofe içəndə və ya bir şey yeyəndə avtomobilə həvalə edirəm yolu. Dediyim kimi çox rahat olur, heç yorulmamışıq, hər şey rahatdır. Belə maraqlı keçdi, düşünürəm ki sizin üçün də maraqlı olar.
Dediyim kimi kanalda izləmədə qalın, çünki yaxın zamanda o qədər yaxşı videolar gələcək ki, həm özüm də öyrənirəm, həm də necə deyim, döyüş haqqında da yarış videolar gələcək. Yəni necə getdik, necə hazırlaşırıq, yəni döyüş arxa planını göstərəcəm. Döyüşün özündə YouTube-da özü veriləcək. Belə bu qədər. Yəni kanalda dediyim kimi izləmədə qalın. Videoya baxanda abunə də olun. Siz abunə olduqsa mən daha da həvəslənirəm bu işə, daha da necə deyim, can qoyuram, ürək qoyuram. Yəni sizlərlə bir yerdə böyüyürəm və sizlərlə bir yerdə davam etmək istəyirəm. Oldu. Minnətdaram, görüşərik. Sağ olun.